Bir zamanlar meydanlarda azadlıq deyərək xalqa ümid verən Fərəc Quliyev bugün o müqəddəs idealları isti kabinetində şəxsi rahatlığına qəddarcasına satan və milləti arxadan vuran ən amansız xəyanət simvoludur. Dünən zəhmətkeşlərlə çiyin-çiyinəymiş kimi görünən, bugün isə o insanların fəryadına kar olub, zalimların masasında özünə pay axtaran bu siyasi alver heç vaxt bağışlanmayacaq. Atalar və analar yoxsulluq içində əzilərkən, millətin ləyaqətini sadəcə bir tox kreslo xatirinə qurban verib, yuxarılara boyun əymək, bütöv bir nəslin mübarizəsini ayaqlar altına almaqdır. Özünü vətənpərvər adlandırıb, əslində isə xalqın dərdinə arxa çevirən bu saxta maskaların tox həyatı məhz kasıbların oğurlanmış və məhv edilmiş gələcəyi üzərində qurulub. O müqəddəs inamı və xalqın qürurunu şəxsi lüksə değişən bu cür simalar məzlumların haqlı qəzəbi və nifrəti altında tarix qarşısında mütləq darmadağın olacaq.